Demək, 8-ci sinifdə şagirdlərə prezentasiyya keçdik, Since for haqqında məlumat verdik, already yet və artıq şagirdlər bilirlər ki, bunları necə istifadə eləyək. Tapşırıq 6, əgər səhv eləmirəmsə, bu səhifə 15-dədir. 8-ci sinif dərsliyində. Niyəsə yazmadı burada. Grade 8. Şagirdlər already yet since for bu tapşırığı artıq işləmişdilər. Sonra növbəti dərs artıq mən öz vərəqimi çap eləyirəm. Mənim otağımda printer var, ona görə mənə rahatdır. Amma proyektorla da təbii ki, mənim otağımda proyektor da var. Proyektorla da ötürüb çap etmədən də işləyə bilərdim tapşırığı. Yəni şagirdlər nə edirlər? Bunların already yet since for kitabı bağlayıb özləri yenidən bura yerləşdirirlər. Təbii ki, already yet since for və onda başlayıram onlara sual verməyə, hansı səbəbdən bunu etdiniz və onlar izah edirlər ki, məsələn, müddəti bildirirsə 5 il for istifadə edilir və yaxud qeyd elədik ki, have-lə finished, yəni köməkçi feillə feilin xəbərin arasında yerləşdiririksə already olacaqdır. Üçüncü, sonra bu cümlədə, yəni cümlədən əvvəl burada since yerləşir. Mən indi tez-tez deyib gedirəm. Məzmun baxımından yenə have-lə read-in arasında yerləşdirmək lazımdır. Yenə already olacaq. Təbii ki, məzmuna da baxırıq. Amma müəyyən açar sözlər qeyd eləmişdik şagirdlərə ki, for müddəti bildirir. Müddəti bildirən sözlərin qarşısına since davam deməkdir, başlanğıcı ifadə eləyir. Already artıq deməkdir və adətən təsdiq və sual cümlələrdə. Amma bir problem var ki, burada sual cümlədə sonda gəlir. Amma bizim kitabımıza təqdim olunan sual cümlələrində hamısında ortada gəldiyinə görə artıq şagirdlərə already-nin yerini, yəni have-dən ya da has-dən sonra əsas feildən əvvəl göstəririk. Yet haqqında da danışarkən qeyd edirik ki, sual və inkar cümlələrdə istifadə edilir. Və şagirdlərdən demək ki, bu boşluqları tamamlamağı xahiş edirik. 5-ci yerdə have you read it? Yəni sual cümləsidir. Qeyd elədik ki, yet sual və inkarda cümlənin sonunda olur və ümumilikdə bu tapşırığa qədər artıq biz bir xeyli tapşırıq işləyirik ki, şagirdlər 6-cı tapşırığı rahatlıqla həll edirlər. Yenə də inkar cümləsidir, yet cümlənin sonunda yerləşir və tamamdır. Bu tapşırıq bitəndən sonra, yəni kitabda verilən tapşırıq, şagirdlərə baxın, artıq özüm hazırladığım suallar. Gəlin diqqətli olaq. Şagirdlər yalnız already, for, since, yet yerləşdirmirlər. Həm də e-maili oxumaq məcburiyyətindədirlər. Və təbii ki, unutmuruq ki, şagirdlərimiz 8-ci sinif şagirdidir, yəni tapşırıqlar onların səviyyələrinə uyğun verilməlidir. E-maila görə kim e-maili yazdı? Burada şagird təbii ki, görəcək ki, Jessica yazıbdır və o səbəbdən B variantı götürəcək və yaxud növbəti sualda how long has Jessica known Ömər? Nə qədərdir tanıyır? Yenə də əgər diqqətlə mətni oxumuş olsa e-maili, burada for 5 years, yəni 5 ildir ki, Jessica Öməri tanıyır və təbii ki, uyğun olaraq cavabı seçəcək. Daha sonra növbəti sualımız what has Jessica already finished before writing the email və s. Yəni sadəcə burada qapalı suallardır, hansılar ki, mətnin e-maili hal-hazırda oxuyub şagirdlər cavablandıra biləcəklər. Növbəti suallarımız true false. Bilirik ki, 8-ci sinif şagirdin təməli qoyularkən 9-cu sinifə onları gözləyir true false sualları. Düzdür, true false sualları həm readingdə, məsələn, true verirlər readingdə, amma dinləmədə daha çoxdur. Hər halda biz indidən onları oxuduqları mətnə uyğun fikirlərin doğru və ya yanlış olması ilə işləmək üçün belə bir tapşırıq. Sonra açıq tipli suallar, hansıları ki, şagirdlər cavablandırırlar, yenə də eyni mətnə aid və nəhayət sonuncu sual. Sonuncu sualımız vocabulary in context. Yəni oxuduqları bir mətn var
Onlar oxudular, email oxudular və bu emaildə olan sözləri definitionləri verir ki, bu definitionlərə görə həmin orada istifadə olunan söz nədən söhbət gedir, onu tapsın. Bax, gördüyünüz kimi məktəb dərsliyində verilən bir email üçün 12 suallıq bir test hazırlamışam və bizim dərslərimizdə həmin bu testlərdən mən istifadə edəcəyəm təbii ki. Ə, Baxın, bu cür dərslikdən istifadə edəcəyik. Qalan vaxtlar isə göstərdiyim kitablardan başqa nə əlavə eləyə bilərik?